Salam, Gənclik Tarixi Öyrənmə rubrikasında xoş gördük. Salam Mehdi. Diaspora gənclərinin yay düşərgəsində iştirak etmək necə bir hissdir? Çox gözəl bir hissdir, çox şadam. Özümü evdə hiss eləyirəm. Mənim yarım Şuşalıyam. Çox şadam ki, belə bir gözəllik gördüm, şəhərin gözəlliyini gördüm, dağları gördüm. Çox bir şadam indi mən. Şuşanın gəzməli, görməli yerlərində seyr etdik, Cıdır düzündə oldunuz, hal-hazırda Xan qızı Natavanın heykəlinin qarşısındayıq. Hansı duyğuları yaşayırsınız? Mən çox duyğular yaşayıram. Çox gözəl bir hissim var indi mənim. Əslində 3-cü ulun nənəmdir və məsciddə də gördü, dağlarda gördü, çox bir gözəl bir mənzərələri gördü. Azərbaycandır. Evdə hiss edirəm özümü. Belə bir deyə bilərəm ki, evdə hiss edirəm özümü. Artıq bir neçə gündür ki, düşərgədə müxtəlif panel müzakirələrində iştirak edirsiniz, təlimlərdə, seminarlara qatılırsınız. Sizdə ən çox yadda qalan nə oldu düşərgədə? Düşərgədə seminarlar, çox gözəl seminarlar, çox maraqlı seminarlardır. Rəza müəllimin şəkillərini gördüm. Mən Rəza müəllimin Kanadadan şəkillərinə baxıram. Çox bir meaningful şəkillərdilər və ürəyə dəyən bir şəkilləri var. Sonra dərs dillərdir, historiyadır. Çox bir maraqlı bir proqramlardır. Mehdi, buradan dünya Azərbaycanlı gənclərinə nə deyərsiniz, nə çağırış edərsiniz? Deyərdim ki, 100% gəlin, özünüz də görün. Yəni, mən yaşadığım hissləri istəyirəm ki, dünyadakı bütün Azərbaycanlılar gəlsin, hiss eləsin. Bilirəm ki, dünyada başqa ölkələrdə çoxlu başqa Azərbaycanlılar da var. İnşallah, onlar da gəlsinlər, mən yaşadığım hissləri də onlar da yaşasınlar, gördüklərimi mən də görsünlər, inşallah. Sizə qarşıdakı günlərdə uğurlar arzulayırıq. Çox sağ olun. Çox sağ olun, təşəkkür edirəm.